Gəlin bugün hamımıza təsir edən müasir bir sağlamlıq sirrindən danışaq. Baxın, tibb inkişaf edib, amma biz nədənsə daha çox xəstələnirik. Qəribə deyilmi? Tibbi uğurlarımıza baxmayaraq, xəstəliklər həm artır, həm də cavanlaşır. Sanki gözümüzdən qaçan gizli bir ətraf mühit faktoru var. Və bu bizi əsas şübhəliyə gətirir. Nanoplastiklər. Bəs nanoplastik nədir? Gözlə görə bilmədiyimiz, amma hər yerə yayılan kiçik plastik parçalarıdır. Məsələn, bu plastik butulka. İlk baxışdan zərərsiz görünür, elə deyilmi? Amma bilin ki, bu bir butulka 10 trilyon kiçik hissəciyə parçalanabilir. İnanılmazdır. Əsas təhlükə onun kimyavi tərkibi deyil, fiziki xüsusiyyətidir. Məsələ bundadır. Plastik hissəciklər uzun müddət elektrik yükü saxlayır. Bu elektrik yükü o zərərsiz görünən zibili mikroskopik bir düşmənə çevirir. Gəlin baxaq bu düşmən bədənimizdə, hüceyrələrimizin içində nə edir? İlk olaraq elektrik yükü sayəsində hüceyrənin müdafiə qatını asanlıqla keçir. İçəri girəndən sonra isə hüceyrələrin bir-biri ilə danışmasına mane olur. Sonra hüceyrənin batareyası olan mitoxondriyalara hücum edir, enerjisini kəsir. Bütün bunların nəticəsində hüceyrə sadəcə olaraq özünü məhv etməyə başlayır. Məhz bu mikroskopik hücum əvvəldəki sualımızın cavabıdır. Təsəvvür edin, orta statistik insan beynində təxminən 7 qram plastik var. Bu zədələnmə bir çox müasir xəstəliyin və erkən qocalmanın kökündə dayanır və bu həm də izah edir ki, niyə xəstəliklər get-gedə cavanlaşır. Təəssüf ki, bu təhlükədən qaçış yoxdur. O artıq hər yerdədir. İstehsal olunan plastikin heç 10% belə təkrar emal olunmur. Bu isə o deməkdir ki, nanoplastiklər okeanların dərinliyindən tutmuş, dağların zirvəsinə kimi hər yerdə var. Bu gələcəyin problemi deyil. Bu böhran elə indi hamımızın içində baş verir.